Aman yox. Hörmətli izləyicilər, Bilgəhə gəldi, çıxdıq. Ən sevimli birisi də mən Bilgəhə sevirəm. Çünki Bilgəhin havası əladır, gözəldir. Yaxın bir dostumuz var, qardaşımız var. Zəng elədi mənə ki, qardaş, bəs evimi satmaq istəyirəm. Dedim, problem yox, yaxın adamdır. Elə onun özünə də zəng eləyəcək. Bir dənə nömrə deyə mənə. 055 226 1133, yadınızda saxlayın. 226 1133 050 ilə. Zəng eləyin İsa qardaşa, özü ilə danışın. Deməli, sizə qəşəng bir dənə variant təklif edirəm. Nə variant? Bilgəhdə 7.7 sotun içində. Özünə tikilmə evi, yəni makler evi deyil. Özü üçün tikib, prosta indi bəzi problemlər var, ona görə satır. Yəni məqsəd odur. İndi özünüzdə göz qabağında da görəsiniz ki, bu ev nətər tikilib. Deməli, bu həyətlidir, arxasında da həyətli var. Qapısı, küçəsi enlidir. Deməli, Bilgəhdə harada yerləşir? Bu 142 nömrəli məktəb var, təzə tikilmiş. Bax, o məktəbdən üzbəyüz, yolun əks tərəfində, yoldan da yaxındır. Yəni, gəlib baxarsınız, bəyənərsiniz. Baxın bir dənə evimizə, fasad görünüşüdür. Möhkəm tikili evdir ya, yəni, bu, indi videoda yağın ki görürsünüz. İndi mən sizə hamısını izah edəcəm. Deməli, bir dənə kameram fırlat. Bax, bura həyat üçün nəzərdə tutulmuş ayaq yolusu olmalıdır. Su xəttləri, bax, çəkilib, soyuq, isti, soyuq. Bax, bu su sayğacı gəlib çıxacaq, bax, bura xəttində çəkilib. Suyu da var, qazı da var, işığı da var. Sonra, hə İsa, neyniyək? Hə. Bax, bura motorxana, bura beton monolitdir. Bir dənə beton rigcələrdir çəkiyorsun. Bax, beton styaşka verilibdir. Bütün də hamısı nətər lazımdır, yəni videoda görürsünüz. Su ambarıdır, bax, bura. Bax, bunun altı, neçə tondur su? 16 tonluq su ambarıdır, hörmətli izləyicilər. Sonra, evin arxasına keçəcəyik. Deməli, 220 kvadrat metrdir evimiz və arxasında hələ tövləsi də var. Haradasa bir 60 kvadratda tövləsi var, kladovka ilə tövlə. Bahalı pəncərələr qoyubdur, indi göstərəcəm. Gəl, özün də gəl bura. Bax, bura veranda kimi, yəni yayda otur burada qəşəng dincəl və sar və ilaxır. Giriş qapımızdır, internet xətti də varıdır. Kim alsa Allahı. Qardaş, qiyməti nə deyirsən? Dinə. 130 min? 130 minə. Özü ilə zəng eləyin, danış. Deməli, hörmətli izləyicilər, tavan hündürlüyü nə qədərdir bizdə? 3.65. Otaqlar da hamısı böyük. Deməli, giriş qapısı burada olacaq. Eni nə qədər? Koridorun eni 2.65. Bir dənə qonaq otağına baxaq. Geniş belə bir qonaq otağı var. Neçə kvadratlı qonaq otağımız? 6'nın 8'ə. 48 kvadrat metrdir. Baxın, bu qapısı, fikir verirsən, belə açılır. Hə, bir də bu bütün evin elə bir ki, belə deyək də, tikilişində nətər tikiliş aparılıbdır, hamısını qardaş videoya çəkib. Elə qoyacaq, bu videodan sonra özünüz görəcəksiniz, dalı ardıcıllığı gələcək. Bura mətbəxidir. Neçənin neçəyə? 5-10'un 4-10'a. Həmən qaydada. Sonra, bura kladovkasıdır. Köməkçi otağını həm otaq kimi də istifadə edə bilərsiniz. 3.60 tavanın hündürlüyü. Sonra, qardaş, bura sanuzeldir. Hamamla ayaq yolusudur. Bura. Ne ola bilər, biraz qaranlıqdır ki? Üzürü sayın. Nömrə bir də denə mənə. 055 226 1133. Zəng eləyin. 4-10'un 4-10'adır, bax bura. Hə. Sonra, deməli, bu da neçəyə? Bu da 4-10'un 4-10'a. 2 dənə yataq otağının ölçüləri 4-10'un 4-10'adır. Və valideyn yataq otağı 5.60'ın 4-10'a. Bax, belə bir valideyn yataq otağı var. Sonra, keçək indi evin arxasında. Bunları deyirdi, neysən? Onu dinəmənə. Hə? Deyək, danış. Biri 2 atılıb, biri 1 atılıb, strapillər özü və krişanın içindən də xərpədən sonra əlavə 120'lik şivellər atılıb ki, sabah alçıpan vurulanda taxtalar hamısı dartılıb bağlansın ora. Hə, yəni, bəli, onun üçün. Gedək indi bir dənə evin arxasında çəkək, görsədək, gəl. Gəl. Kəmərləri də atılıb, bax, yuxarı, aşağı. Havalandırması vardı, gəl bir dənə tövləsini. Moşn evdir, möhkəm evdir. Yəni mən deyirdim ki, qardaş satma bunu, deyir yox, satıram.
Satılası ev 4'ü, yəni nətər satılır? Yəni girdim ki, hə. Bu da arxasındandır, bax fasad görünüşü. Burada yəni baseyn də tikdirə bilərsiniz. Bisetka, manqal, nə bilim nə istəyirsiniz. 60 kvadratdır. Onun 6-ya. Bura kladovkadır, burada tövləsi. Gəl bir dənə bura baxaq. Hə. Bax belə. Bu neyinirdin sən belə? Bu nədir belə? Yoxsa bu da qalacaq burada. O da qalacaq. Hə. Zəng eləyim. İsa qardaşa. Nə demək istəyirsən Aysa? Sən də düşdün şeyə, efirə. Danışmaq istəmirdi be. Bundan sonra bu evin videosunu qoyacağım. Nətər beton zad verilib və tikilir. Nəysə. Bu günə bu qədər. Sağ olun, minnətdarım. Kaçıram sana.